Salam, hər vaxtınız xeyir olsun. Müştəri yaxınlaşıb ki, maşına yağ axmalar var. Biz təyin elədik ki, maşında kitabından yağ axır. Bu kitabını söküb çıxartdıq və baxdıq ki, burada bu maşının filtr korpusunun içində köhnə yağ filtrin ön hissəsi qalıb. Müştəri deyir ki, yağın təzə dəyişmişəm. Yağ filtrdə gördüyünüz kimi buradadır. Köhnə filtr qalıb içində. Filtrin başlıq hissəsi də daha doğrusu. Hansısa yağlama məntəqəsində dəyişiblər. Yəni bunun dəyişənə diqqətli olmaq lazım ki, bu ön hissəsi qalır filtr korpusunun içində. Biz dəfələrcə buna şahid olmuşuq. Bunu ətraflı olaraq çəkdim, paylaşdım ona görə. Videoya axıra qədər baxsaz görəcəksiniz